Bu salatı nə vaxt hazırlasam hər kəs bəhbəhlə nuş edir və reseptini məndən istəyir. Bu dəfə hazırlamışkən istədim sizlərlə bölüşüm. Kartof, kök, yumurta, duzlu xiyar və toyuğun sinətini kub-kub doğrayırıq. Geniş bir qaba əlavə edirik. Bu arada istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə tam dəqiqliklə qeyd etdim. Sizlər istəsəniz ərzaqların miqdarını artırıb daha bol miqdarda salata hazırlaya bilərsiniz. Bu salatın olmazsa olmazı qarğıdalıdır. Qarğıdalını əlavə etdiyi bir neçə tel keşniş, bir neçə tel şüyüddən də istifadə edirəm. Göyərtiləri yaxşı yuyub quruladıqdan sonra xırda-xırda doğrayırıq. İstəyə görə qara istiot, duz əlavə edirik. Ən sonda dolu-dolu 4 xörək qaşığı mayonez əlavə edib qarışdırıram. Əgər mayonez yetməsə, yenə də əlavə etmək olar. Hər kəsin büdcəsinə uyğun, dadlı, ləzzətli, tez zamanda ərsəyə gələn salat hazırdır. Dilədiyiniz kimi servis edib süfrəyə verə bilərsiniz. İnanın bayram, ad gün, qonaqlıq süfrələrinə yaraşan salatlardan biridir. Sizlər də hazırlayın, şirin ağızla nuş edin. Bu günlük bu qədər. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Hələlik.